Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətti çəkiləcək. Bununla yanaşı Bakı metrosunda 2027-ci ilə qədər inşası nəzərdə tutulan 10 stansiyadan birində tikinti gedir, digər 9 stansiyasından layihələndirmə işləri yekunlaşıb. Bu stansiyaları 10 stansiyanın yeri müəyyənləşərkən təbii ki, ilk növbədə hər bir stansiyanın verə biləcəyi töhfə, yəni onun effekti nəzərə alınıb. Başlıca məqsəd inşa olunacaq və yaradılacaq infrastrukturun daha çox insana xidmət göstərilməsinə hesablanıb və hansı problemi həll edəcəyini hesablanıb. Bu 10 stansiya olduqdan sonra və növbəti 11-ci, 12-ci stansiyaların harada olması təbii ki, bununla bağlı təhlillər davam edir. Bu iş elə deyil ki, yəni hələlik qərar səviyyəsinə gəlməsə də, ancaq dediyinizdə bəzi ərazilər daxil müəyyən qiymətləndirmələr aparılır. Metroda təhlükəsizlik məsələləri də diqqətdən kənarda qalmır. Platformalarda qorucu şüşə ara kəsmələrinin quraşdırılması imkanları araşdırılır. Eyni zamanda metroda yaranacaq müvəqqəti məhdudiyyətlər zamanı sərnişin axınının bir hissəsi avtobuslarla daşınacaq. Bu məqsədlə paytaxtda 11 müvəqqəti avtobus marşrutu yaradılacaq. Bu tək sizin qeyd etdiyiniz Nizami 28 may əlaqələri deyil, amma biz həm də deyək ki, Əcəmi metrosundan 28 may metrosuna gəlmək istəyənlər adamlar, onun da sayını bilirik və həmən simulyasiyalar və o tipli də xəttlər yaradılacaq ki, əhali daşına bilsin və metronun müvəqqəti olaraq o xidmətin dayanmasını avtobuslar əvəzləyə bilsinlər. Beləliklə, qarşıdakı illərdə paytaxtın nəqliyyat xəritəsi köklü şəkildə dəyişəcək. Məqsəd isə birdir, daha rahat, təhlükəsiz və davamlı hərəkət sistemi. Maya Sabir qızı, Gündüz İbrahimoğlu, Ceyhun Hüseynli, TV Xəbər.